Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim ölüm yatağında bu zikri desə, cəhənnəm odu ona toxunmaz. Bu cümləsi Peyğəmbər sallallahu aleyhi ve sellemin incə məqamdır ya. Demir, ha, cənnətə girər. Cənnətə girər desə, ehtimal var ki, cəhənnəmə gedib sonra cənnətə girər. Deyir, cəhənnəm odu toxunmaz, birbaşa cənnətə gedəcək bu adam. Bu möhtəşəmliyinə baxın ha zikrin. Birbaşa cənnətə gedəcək. Çox asan zikirdir. Təəssüf ki, çoxları bunu bilmir. Bilənlərə də müvəffəq olmur ki, hər gün bu zikir eləsin. Mömin adam La ilahe illallahu Vallahu akbar deyən kimi Allah Teala cavab olaraq deyir ki, qulum doğru söylədi. Məndən başqa ibadətə layiq məbud yoxdur. Və mən ən böyük olanam. Mömin La ilahe illallahu vahdahu deyən kimi Allah Subhanahu taala cavab olaraq deyir ki, qulum doğru söylədi. Məndən başqa ibadətə layiq məbud yoxdur və mən tək ilahım. Mömin la ilahe illallahu la şərikə ləh deyən kimi Allah Subhanahu taala cavabında deyir ki, qulum doğru söylədi. Məndən başqa ibadətə layiq məbud yoxdur və mənim heç bir şərikim yoxdur. Mömin la ilahe illallahu ləhul mulku və ləhul hamdu deyən kimi dərhal Allah Subhanahu taala cavabında deyir ki, qulum doğru söylədi. Məndən başqa ibadətə layiq məbud yoxdur. Mülk mənimdir, həmd mənə məxsusdur. Və nəhayət mömin la ilahe illallah la havlə və la quvvətə illə billah deyən kimi Allah Subhanahu taala cavabında dərhal deyir ki, qulum doğru söylədi. Məndən başqa ibadətə layiq məbud yoxdur. Qüdrət və güc yalnız mənə məxsusdur. Qardaş, bu möhtəşəm zikirdir ya. Sən deyirsən bunu 5 dəfə dalbadal la ilahe illallah. Allah Subhanahu taala da dərhal təsdiqləyir onu. Aləmləri Rəbbi təsdiqləyir ki, qulum doğru söylədi. Və bunu ölüm yatağında əgər Allah sənə müvəffəq eləsə, Allah hamımıza müvəffəq eləsin bunu. Cəhənnəm o da bizə toxunmayacaq, qardaşlar.